bizim bu tarixdə bu körpü qırılıb, köhnə nəsillə yeni nəsil arasında bir qırılma var, ciddi bir qırılma var. Və bizə imkan vermirlər ki, biz bu körpünü bərpa eləyək və əhali arasında psixoloji bir məsələ yaradaq. Və ona görədir ki, misal üçün mən və digər insanlar var ki, bir qədər bu məsələlərlə maraqlanırıq və məsələnin dərinliyindən bir qədər xəbərimiz var. Çox dərinliyə gedə bilməmişik hələ. Amma sadə halı deyir ki, biz nə edə bilərik? Bizim tariximiz yoxdur, bizim ziyalımız yoxdur, falan yoxdur. Bunlar yalan məsələdir. Bu sizə yalan yerilir. Və təbii ki, bu bir tərəfdən də özümüzün günahıdır ki, bu məsələləri vaxtında üzə çıxarda bilmirik. Amma digər tərəfdən də yenə də özümüzə baxanda günah görə bilmirəm ki, çünki tarixin hansısa anına baxsaq biraz bəxtsizliyimiz var, biraz necə deyim, çox bəxtsiz durumlara düşürük və şansımız gətirmir hardasa. Və insanlarımız həqiqətən də həddən artıq çox çalışıbdı, fədakarlıq edibdi. Lakin hələ də qurmalı olduğumuz çoxlu məsələ var. Amma bunu deməliyəm ki, yəni Talışların yerində başqa xalq olsaydı, özüm Talış olduğum üçün demirəm, sadəcə bunu gördüyüm üçün deyirəm. Əgər Talışların yerində başqa bir xalq belə bir məsələlərlə dalbadal üzləşərdisə, misal üçün həm repressiya dövründə, həm müasir tarixdə, həm ondan qabaq Rusiya imperiyası dövründə bu xalq çoxdan məhv olmuşdu. Yəni çoxdan qarışmış